Salam dostlar, hal-hazırda dayandığım yer Əzbəyev keçmiş heykəli, indi isə Əzbəyev parkı deyiləcək ərazi. Qabağı Mixail Müşfiq, bura Hüseyn Cavid prospekti və Space buralardadır. Deməli, burada ən çox axşam vaxtı, pik vaxtı, hətta səhərlər də olur, amma əsasən axşam vaxtı. Buradan görürsünüz, iki palasa var, yəni iki xətt üzrə buradan bu araya gedə bilərlər və yuxarı Badamdar tərəfə qalxa bilərlər. Nə fikir vermişəm? Əsasən bu yolda üzü elmlər tərəfə tıxac ümumiyyətlə olmur. Yəni bu məsafədən bir sıra, bir xətt buradan olsa kifayət edir. Bir xətt. Əsasən burada saat 6-da yol polisi xidmətinin əməkdaşları burada dururlar. Oradan gələn maşınları hətta deyirlər 3-cü palasıdan gəlin, rahatlıqla keçin bu yola. Yəni burada hələ buranı 3 zolağı döndərün. Yəni bu təklifdir. 3 zolağı, bir zolağı saxlayın, geçsin üzə elmlərə. Qalan deməli 3 zolağı birini geçsin bu araya, ikisi də geçsin Badamdar tərəfə. Məsəl üçün eləmək olar. Bu bir təklif idi, bunu səsləndirim.